Ne olub? Niyə əsəbsən yenə? Əsəbi olacağım da. Uşağın xərcləri, evin kirayəsi, maşının krediti, aldığım maaş heç nəyə bəs eləmir. Bilmirəm nə tərəf eləyim bütün bunları. Uf, yorulmuşam artıq. Sən niyə əlavə gəlir qazanmaq istəmirsən axı? Görsən ki, maaş sənə ümumiyyətlə bəs eləmir. Hər şey bu dəqiqə bahalaşıb, od qiymətinədir. Normal da işinə çatdırmamağın. Valla keyfdən danışırsan. Özün görsən ki, 10 saat eşək kimi işləyirəm mən. 2 saat yolda, probkada qalıram. Evə gələn kimi də evin işləri, uşaq, o, bu. İt kimi yorğun oluram, yatıram. Nətər qazanım axı əlavə gəlir. Mən özüm də sənin günündə idim. Səni çox yaxşı başa düşürəm. Keyfdən danışmıram. Amma mən hal-hazırda parfüm biznesindən pul qazanıram. Özə heç bir parfüm satmadan, heç bir müştəri gətirmədən, heç yerdə reklam etmədən. Heç özün görmüsən mən hadisə reklam edeyim parfümü. Yo, heç bir yerdə reklam etdiyini görməmişəm. Amma doğrudan heç sən ətir satan da görməmişəm. Necə olur ki, heç bir ətir satmadan, heç bir yerdə reklam etmədən parfüm biznesindən pul qazanırsan? O necə olur, başa düşmədim. Elə mən də onu deyirəm də. Heç bir dənə də olsun ətir satmamışam, heç yerdə də reklam etməmişəm. Amma parfüm biznesindən pul qazanıram. Sırf Darella parfümdən əməkdaşlıq etdiyim üçün özləri müştəriləri gətirirlər, özləri reklama pul ayırırlar. Hər bir şeyə özləri edirlər. Hətta inanırsan, bu il hədəflərində var ki, bir çox bölgələrdə filiallar açsınlar. Və o filiallara gələn müştərilərdən də mənə yenə faiz veriləcək. Nə var, nə var, əməkdaşıyam deyə. Və o müştərilər də mən gətirmirəm. Heç mənim xəbərim yoxdur. Onların reklamından gəlirlər. Və bəli, belə bu formada pul qazanırıq. Ne yaxşıdır ay qız. Oranın yəni əməkdaş olmaq üçün nə etmək lazımdır? Yəni yer var hələ əməkdaş olmağa. Çünki mən istəyirəm. Yəni nə tələb olunur? Nə sənət tələb olunur? Ali təhsil, xarici dil, nəsə belə bir şeylər tələb edirlər. Özün bilirsən, mənim ali təhsilim yerindədir. Xarici dildəki maşallah həm ingilis və həm rus dili bilirəm. Yəni nə tələb olunursa denən eləyim. Çünki mən də istəyirəm. Niyə də yox, ətir satmadan, mağaza açmadan, reklam etmədən pul qazandırırlarsa, özləri hər şey edirlərsə, yəni əməkdaş olmaq istəyirəm. Ay qız, nə ali təhsil məzələnirsən sən. Heç bir şey tələb olunmur səndən. Nə ali təhsil, nə xarici dil, nə də başqa bir şey. Sənə deyirəm ki, kənddə yaşayan evdar xanımlar belə buradan pul qazanır. Heç bir şey etmirlər. Nə satış edirlər, nə reklam edirlər, nə ali təhsilləri yoxdur, nə hər hansı bir xarici dil bilmirlər. Amma buradan çox da gözəl pul qazanırlar. Əməkdaş olmaq üçün bunlara ehtiyac yoxdur. Sənin yaşın, cinsin onlar üçün önəmli deyil. Sadəcə bir şərtləri var. İnanırsan, o qədər sadə bir şərtdir ki. Təsəvvür elə ki, bir dənə 17 manat, 30 milli ətir alaraq özü ömründə bir dəfə, ya hər ay yox. Bitəndə belə ikinci dəfə almağa ehtiyac yoxdur. Bir dəfə aldığın üçün şirkətə ömürlük əməkdaş çevrilirsən və səndən sonra şirkətin reklamlarından gələn müştərilərdən sənə 2% dövriyyədən qazanc verir. İnanırsan buna? Şokda oldum mən də, amma belədir. Və hal-hazırda da qazanc əldə edirəm. Və günü bugün də səhər maaşım köçdü, mən də maaşımı götürdüm. İndi gedəcəm qəşəng-qəşəng xərcləməyə. Və bəli, heç bir müştəri vəsaire də gətirməmişəm. Sadəcə bunu aldığım üçün. İndi ikinci dəfə artıq bitibdi içərisində ətir. İkinci dəfə alacağım çünki çox bəyəndim. Və ikinci dəfə 50% endirimlə verirlər, 8-50-yə. Eyni keyfiyyətdə, inanırsan? Sağ olsun, valla sağ olsun ki, Darella bizə belə bir fürsət yaradıbdı. Artıq insanlar riskə girmədən, hər hansı bir yerə getmədən, istənilən yerdən Darellanın əməkdaşına çevrilib, Darellanın imkanlarından yararlana bilirlər, həm də heç nə etmədən daimi qazanc əldə edə bilirlər.